Elhamdülillahi Rabbil alemin ve salatu ve selam ala Resulillah, ala alihi ve ashabihi ecma'in. Muhterem Müslümanlar, Allah rəhmət eləsin, Allah günahlarını bağışlasın. Anamızın Allah qəbrini cennet bağçalarından bir bağça etsin, qəbr əzabından qorusun. Ümumiyyətlə, qardaşlar, ölüm acı bir həqiqətdir və hamını gözləyir. Əsas olan gözəl sonluqdur. Əsas olan həyatda olarkən, həyat ömrünü ibadətlə, itaətlə keçirməkdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, kim əgər vəfat edibsə, artıq onun üçün qiyamət qopub. Vəfat edən üçün artıq qiyamət qopub. Və insan, necə ki alimlər qeyd edirlər, insan hansı əməl üzərində yaşayırsa və o əməl üzərində də vəfat edir. Və hansı əməl üzərində vəfat edirsə, o cürdə, o halda da dirilir. Ona görə də əsas olan həyatda ömrümüzü, Allahın bizə verdiyi bu ömrü ibadətlə, itaətlə keçirməkdir. Və heç vaxt unutmaq lazım deyil ki, yəni əsas məqsədimiz həyatda olmağımızın əsas məqsədi, yaşamağımızın əsas məqsədi Allaha ibadətdir, Allahı tanımaqdır. Məhz bu məqsəd üçün yaşayırıq biz. Əgər bu məqsədi yerinə yetirmirsənsə, o zaman sən həyatını itirdin. Və ömür çox qısadır. Gördüyümüz kimi ömür çox qısadır. Çalışmaq lazımdır bu ömrü ibadətlə, itaətlə keçirək, Allaha tövbə ilə və belə etsək, inşallah Allah bizim sonumuzu da gözəl edəcək. Gözəl olacaq. Əsas olan gözəl sonluqdur. Çox uzatmaq istəmirəm. Belə məqamda əsas ibrət məqamıdır, ibrət almaq. Ümumiyyətlə, ölüm özü bir ibrətdir, böyük bir ibrətdir. Bundan insan ibrət götürməlidir ki, məni də gözləyir. Ölüm qocaya, cavana baxmır. İstənilən bir halda gələ bilər, istənilən bir ömrün istənilən bir yaşında gələ bilər. Yəni, kimsə fikirləşməsin ki, mən cavanam. Ona görə də qardaşlar, heç də dua eləyək. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dua buyurardı ki, ölən insan üçün dəfn olunduqdan sonra dua edin. Həqiqətən o indi sorğu-sual olunur. Və dua edək anamız üçün, Allah günahlarını bağışlasın. Allah səbr versin ailəsinə, oğluna, qohumlarına. Gələn qardaşlara da təşəkkür edirəm, Allah razı olsun, iştirak etdilər. Allah savaba yazsın. İcazə versək, balaca bir misal çəkmək istəyirəm. Mənim anam namaz qılırdı, oruç tuturdu. Hardasa bir 5 il bundan əvvəl, 4 il bundan əvvəl onda əqli geriləmə başladı. Yəni qocalıq xəstəliyi, demensiya deyirlər buna. Yəni baxmayaraq ki, artıq namaz ona vacib deyilik. Biz namaz qılanda birindən əyilib dururdu, o başa düşmürdü ki, neydir. Amma əyilib dururdu. Yəni kim necə yaşayarsa qardaş, əlhəmdülillah, Allah subhanətələ ona o sonluğu verir. Yəni başa düşməyə Allah Əkbər deyib bizi ilə əyilir. Allah rəhmət eləsin qardaş, dua edin. Allah subhanətələ hamımıza bərəkət versin. Allah sizdən razı qalsın qardaş, gəldiniz, yəni bura qədər idi. Bax, savabı bura qədər elədiniz, Allah razı olsun. Yəni, dua eləyin, sizdən son xahişimiz olacaq ki, dua eləyək və buradan ayrılaq. Allah sizdən razı olsun, hər bütün ölənlərimizə rəhm etsin və qiyamət günü onları kitabı sağ tərəfdən verilənlərdən eləsin. Allah razı olsun. Selamun aleyküm.